Yoxdur, səviyyəm yoxdur. Je m'appelle Nigar. Salam. Bu videonu çəkməyimin səbəbi odur ki, bugündən etibarən fransız dili öyrənməyə başlayıram. Açığı, hal-hazırda fransız dili səviyyəm yoxdur, səviyyəm yoxdur. Yəni, heç nə bilmirəm. Təbii ki, hamının eşitmiş olduğu bəzi sadə sözləri bilirəm ya da sadəcə eşitmişəm. Amma qərara gəldim ki, bu dili sıfırdan öyrənim. İki dil arasında qalmışdım, Alman dili və fransız dili. Amma əgər Alman dili səviyyəm sıfırdırsa, fransız dili səviyyəm mənfidir. Ona görə qərara gəldim ki, bu dili sıfırdan öyrənim və prosesi paylaşım. Yəni, video çəkmək özü bir bəhanədir. İstər-istəməz sonra dayanmaq istəsəm bir mərhələdə sırf video xətrinə davam edə bilərəm. Ya da videonu dayandırmaq istəsəm, sırf öyrənmə xətrinə davam edə bilərəm. Belə paralel aparmağı planlayıram. Azca da qorxuram. İstər-istəməz fransız dilinin tələffüzü çətindir. Yəni, çətin gəlir. Amma yenə də estetik, qulağa xoş gəlir. Ona görə fransız dilini seçmə səbəbim birincisi ümumiyyətlə bu dildə bir şey bilməməyimdir. İkincisi, xoş səslənməyidir. Mənim üçün çox xoş səslənir. Planım budur ki, hər gün 30-40 dəqiqə fransız dili öyrənməyə sərf eləyim. Özüm üçün artıq seçmişəm hansı mənbələri istifadə edəcəm. Birincisi, YouTube'da Nata Kurtovski kanalı var. Bir o da göstərib ki, 10 ildir fransız dili öyrədir. Onun A1 səviyyəsində olan 30 videosu var. Ondan başlayacağım. Hər gün o playlistdən bir video götürməyi planlayıram. Üstəgəl Lingodir proqramı var. Onun da A1 səviyyəsi üçün praktik dərslərini başlayacağım. 26 dərs verilib birinci hissəsində. Deməli, gün ərzində bir Nata Kurtovski videosu, bir də Lingodir praktik dərsini götürəcəm. Və buna 30-40 dəqiqə vaxt sərf etməyi düşünürəm. Fərqi yoxdur, bugün həvəsim var, enerjim var. Önəmli deyil. Oldu, olmadı məşğul olmağı düşünürəm. Motivasiya kimi romantik bir qavrama güvənə bilmərik də, düzdür? Ona görə nəyə güvənəcəyik? Disiplin, davamlılıq, ardıcılığa güvənəcəyik. Fransız dilində ümumiyyətlə bildiyim sözlər merci, bonjour, bir də je m'appelle Nigar. Böyük ehtimal tələffüzündə səhvlərə yol vermişəm. Böyük ehtimal deyəndə ki, 100% ola bilər. Bir neçə aydan sonra bu videoya qayıdıb fərqi görmək istəyirəm. Ona görə də ilk gündən hər şeyi çəkməyi planlayıram. Bütün gedişatı sonra təzədən bir nəzərdən keçirmək istəyirəm. Sən də mənimlə birlikdə bu prosesi izləmək istəyirsənsə, hətta izləmək deyil də, qabaqdan yay gəlir, məktəblisinizsə, tələbəsinizsə, daha çox vaxtınız olacaq yayda. Dil öyrənməyə sərf eləmək istəyirsinizsə, gəlin birlikdə başlayaq. Artıq sizinlə hansı mənbələrdən istifadə etdiyimi paylaşdım. Bir-birimizlə inkişafımızı paylaşa bilərik. Əlavə nələrdən istifadə edirik, onu paylaşa bilərik. Və bu qədər. Fransız dilinə başlayıram.